Yox, Allah istəyir ki, elə bir bəri başdan insanları, öz bəndələrini hidayət etsin və peyğəmbərləri də elə o cür göndərmişdi. Peyğəmbəri necə təsəvvür edirlər ki, bir nur içərisində bir varlıq, nə bilim, nurlu gəldi, üzü görsün. Xeyr, elə deyil. Peyğəmbər də, İmam Əli də, digər imamlar da, onlar adi, sadə bir adam olublar. İmamları da həmçinin imamların elə 11 imamın o cür ardıcıl şəkildə gəlişi onu göstərir ki, əslində Allahın istəyi budur ki, imam insanların içində olsun, insanlar birbaşa müraciət edə bilsinlər, öz hökmlərini öyrənə bilsinlər və səadət dolu bir həyat yaşasın. Nə bilim, Əli əleyhissalamın gözü ağrıyırdı, fəsil dəyişəndə problemi var idi. Peyğəmbərimizin ayağında yel var idi. Amma müəyyən səbəblər baş verir ki, sonradan Allah Təbarəkə və Təala o şəraitə uyğun öz addımlarını atır. Bu seyr-i suluk var ha. Bu 4 mərtəbə. Birinci mərtəbəsinin ki, adı şəriət deyirlər ona, hansı ki, xalqdan haqqa seyir. Bismillahirrahmanirrahim. Assalamu aleykum və rəhmətullah. İmam Zaman əleyhissalamın mübarək mövludu münasibəti ilə hamınızı təbrik edirəm və bu münasibətlə əziz və dəyərli qardaşım, ilahiyyatçı, həm də şairimiz, gözəl şairimiz Axund Azər Sani bizlə birgədir. Hacı, salam aleykum. Aleykümselam. Allah razı olsun. Allah salamat eləsin. Sağ ol Hacı. Necəsən? Nəhayət ki, uzun müddətdən sonra biz görüşə bildik. Çoxdandır şükür qovuşduq. İntizarda saxlamışdıq. Mən də təbrik eləyirəm bütün intizarda olanları bu Mövlud günü münasibəti ilə. Təşəkkür eləyirəm. Dəvət eləmisiniz. Biz təşəkkür edirik. Bu işdə nə qədər zəhmət olanlar var. Hamısını Allah qorusun. Allah min əvəzin versin inşallah. Amin inşallah. Biz əslində təşəkkür edirik ki, bu qədər o vaxtın azlığına baxmayaraq gəlmisən. İnşallah şərəf vermisən. Hacı, ilk öncə başlamaq istəyirik. Ümumiyyətlə, imamlıq əqidəsi haqqında 12 imam məsələsi və Allahın bəndələrin idarə edilməsi üçün xüsusi bir proqramın hazırlanması və Peyğəmbərimizdən sonra bu 12 imam formasında, əqidəsi, inancı formasında davam etməsi. Və nəhayət onların müəyyən tarixi, yəni imamlarımızın müəyyən tarixi, müəyyən şəraitdə atdığı addımlar hamısı ölçmüş, biçilmiş şəkildə bizə gəldi çatdı və İmam Zaman əleyhissalam və xüsusilə qeybət dövrü. Mən belə başa düşürəm ki, qeybət deyilən bir dövr, bir anlayış əvvəlcədən Allahın proqramında olmayıb. Yəni, elə birinci bəri başdan qeybət deyilən bir proqram olsun ki, Allah öz imamını qeybət çəksin və bəndələri intizarda qoysun və baş verənlər baş versin falan. Yox, Allah istəyir ki, elə bir bəri başdan insanları, öz bəndələrini hidayət etsin və peyğəmbərləri də elə o cür göndərmişdi. İmamları da həmçinin imamların elə 11 imamın o cür ardıcıl şəkildə gəlişi onu göstərir ki, əslində Allahın istəyi budur ki, imam insanların içində olsun, insanlar birbaşa müraciət edə bilsinlər, öz hökmlərini öyrənə bilsinlər və səadət dolu bir həyat yaşasınlar. Amma müəyyən səbəblər baş verir ki, sonradan Allah Təbarəkə və Təala o şəraitə uyğun öz addımlarını atır. Bu barədə istərdik. Əvvəla, məhdəviyyət mövzusu ki var, bütün inanclarda bir xilaskarı gözləmək var. Bütün inanclarda var. Bizim inancımızda isə biz belə bu əqidədəyik ki, imam yaşayır, qeybdədir. O ki, qaldı onun qeybə çəkilmə məsələsinə. Mən deməzdim, bunu hardasa təşrii rübubiyyət, təkvini rübubiyyət məsələsi ki var. Allah Teala təbii ki, istəyir ki, insanlar rifah içində yaşasınlar, imanlı olsunlar, yaxşı həyat sürsünlər və bunun üçün bütün şəraitləri yaradıb.
O qeyd eləyir ki, bütün yaxşılıqlar məndən, pisliklər sizin özünüzdəndir. Və hər kəs ki, cəhd eləsə, himməti nə boyda olsa, nəticəni də o cürünə alacaq. Axı bizim üçün dünən var, bugün var, sabah var. Allah üçün zaman deyilən bir şey yoxdur. Yəni bu şeydə o deməkdir ki, Allah Teala belə nəzərdə tutmamışdı, sonra belə elədi məsələsi. Sadəcə olaraq Allah öz elminin uzaq görənliyi ilə bilirdi ki, bu belə olacaq. O ayrı mövzudur. Bəli, əlbəttə ki, Allah istəyir ki, bayaq ona cavab verdim ki, razılaşıram ki, Allah istəyir ki, hər şey yaxşı olsun da. Və onun iblis mövzusunda da üzr istəyirəm. İblis mövzusunda da yəni Allah əvvəlcədən istəmirdi ki, məsələn, iblis deyən bir problem çıxsın insanlar üçün. Ümumiyyətlə bütün bu imtahanlar, bu bəla, bu afət nə üçündür? İnsanı yoxlamaq üçün, imtahan eləmək üçün. Amma imtahan bizim başa düşdüyümüz imtahan deyil. Biz imtahan eləyəndə bir adamı bilmirik deyə imtahan eləyirik və nəticədə məlumat əldə eləyirik. Allahın imtahanı biraz fərqlidir. Allah imtahan eləyir ki, insanın içərisində olan istedadı üzə çıxartsın, insan bu istedadla gözəl yaşasın. Məsələ, fərq budur da o imtahanda. Bunlar hamısı belədir. Amma hətta Quranda da bir işarət var ki, içməli suyu qeybə çəksəm neyniyərsiniz? Böyle müfəssirlər deyirlər ki, İmam Zamana aiddir. Allah Teala bir neyməti insan qədrini bilməyəndə ondan alır. Bu belədir. İndi duraq deyək ki, ya İmam Zaman qeybdədir hər kəs üçün. Yox. Hər kəs ki, İmam Zaman sağ olsaydı, o ilə həqiqi dost ola bilərdisə, onlar üçün İmam qeybdədir. Zuhur sözü, zahir olma sözü tek üzə çıxmaq deyil ki, hələ qalib olmaqdır. Liyuzhirahu aləd-dini kullih vələv kərihəl müşrikun. Müşriklərin acığına da gəlsə, din qalib çıxacaq. Liyuzhira burada qalibiyyətdən gedir söhbət elə. Və hər kəs öz nəfsinə qalib gəlirsə və hər kəs bu imtahanlardan düzgün çıxırsa, İmam o üçün qeybdədir. İmamla əlaqəsi var. Necə ki, Allah neymət verir sənə. Gözü, qulağı, dili, əli, ayağı. Sən bunlarla əgər haram iş görmürsənsə, İmamla münasibət qurmaq rahatdır. Məsələ odur ki, o günahdan gərək çəkindirəsən bunları. Yəni, bir göz ki, harama baxırsa, o harama baxan göz imamı görə bilər. Təbii ki, yox. Budur məsələ. İmam Zaman bir var ki, yoxdur. İsa aleyhissalam göy qatındadır. Amma imam hələ deyil. İmam var. Və yaşayır. Sadəcə olaraq hər göz görməz və hər görən gözün yiyəsi də iddia eləməz ki, mən görürəm, görüşürəm və s. və s. Çox gözəl. Bunlar yəni öz yerində. Sadəcə olaraq hərdən biz hələ o qədər yuxarılardan danışırıq ki, heç aşağıda bilmirik nə var, nə yox. Biraz deyir, belə bir söz var, deyir, aşağını bəyənmirəm, yuxarıda da yerim yoxdur. İnsanın yadıma gəlirsə, biz hələ bundan əvvəlki verilişdə hələ o şeirdən danışmışdıq ki, nəfsə müraciət. İmam Zamanın haqqında nəfsə müraciət eləyirsən ki, əvvəl insan özü öz nəfsini gərək bir təftiş eləsin ki, mən imamı necə çağırıram, necə istəyirəm, həqiqətənmi istəyirəm? İbadətlərin fəzilətlisi fərəci gözləməkdir. Bəli, fərəci gözləməkdir. İmamın zuhurunu gözləməkdir. Görürsən burada nə var? Niyə görə? Elə bir ki, ariflər bir söz deyirlər. Deyir ki, məsələn, qədərxumu anlamayan Kərbəlanı anlamayacaq. Kərbəlanı anlamayan zuhuru anlamayacaq. Bunların mütləq bir-birinə əlaqəsi var.
Qədruxum belədir ki, bilirsən ki, birbaşa vilayət filan. Biz bilirik ki, Peyğəmbərimiz bu missiyanı gətirib, Peyğəmbərimizin məyus olmağı ki, As ibn Vail ki, Əmr ibn Asın da atası da, Əmrin atası As, onun da atası Vail ki, Peyğəmbərə sataşmışdı ki, bu sonsuzla danışıram. Peyğəmbərimiz nə etmişdi? Məyus olmuşdu. Axı, adamın ağlına gəlmir ki, Peyğəmbər kimi dahi şəxsiyyət ki, buna sonsuz deyirlər, bu da məyus olur. Ki, bunun oğlu yoxdur. Olub, ölüb. Bu, Peyğəmbərə yaraşan bir iş deyil. Bəs Peyğəmbərimizin məyus olmağı nə idi? O ki, ona söz atırdı ki, bu sonsuzla, bu quyruqsuzla, abtərlə danışıram. Yəni, bunun missiyası özü ilə gedəcək. Missiya qalmayacaq. Peyğəmbərimiz ona görə narahat olurdu. Ümmətin dərdini çəkirdi Peyğəmbər. Öz şəxsi işləri ilə Peyğəmbər, yəni dünya nə boydadır ki, Peyğəmbər üçün ona yəni nəsə cövr eləyə bilsin. Dünya kiçik qəlblərin arzusudur. Peyğəmbər gəlib ki, elə ümumiyyətlə məyusluğu aradan qalsın. Nəinki özü məyus olsun. Yəni Peyğəmbərlər, imamlar, bunlar hamısı çox gülər üz, yəni rahat, huzur içində yaşayan insanlardır. Bunların qəm çəkməkləri ancaq ümmətə görə idi ki, Allah Füzuliyə rəhmət etsin deyir. Gəl gör ol padişahın ümmətə qəmxarlığın, ümməti biədəbin, zülmü sitəmkarlığın. Deyir, mən sən aşinansan, mən daşinan, bu cür çıxır da. Məhdəviyyət mövzusu bizdə onu anlamaq üçün gərək qədrxum məsələsini anlayasan, biləsən ki, bu vilayət məsələsi nədir və o vilayətin məqsədi nədir? İnsanları sevgi ilə bəsləmək. Allah həm Rəbdir, həm Vəlidir. Rəbb odur ki, Allah Teala yaradıb becərdir. Vilayəti Allahın vilayəti isə Allahu vəliyyüllezine aman. Allah iman əhlinin vəlisidir deyəndə, yəni o vilayətin içərisində sevgi var. Sevə-sevə bəsləmək var. Uşağı bağçaya da apara bilərsən. Ki, baxsınlar, tərbiyə versinlər. Amma nə qədər yaxşı olsa valideyn kimi olmayacaq ki, valideynində o rububiyyətin içərisində bir sevgi də var. Gözəl. Vilayətdə budur məsələ ki, ümməti sevmək məsələsi var. Və bu şəxslər ona görə böyük şəxslərlər ki, bu ümməti sevirlər. Bəli. Və əllərində olanı daim onlarla paylaşırlar. İndi bu cür olanda gəl baxın ki, insanlar, bu ümmət, bu imamlara nə qədər zülm eləmiş olur ki, səni sevən bir varlığa zülm eləyirsən sən. Necə ağıl bunu qəbul eləyir? Sadəcə olaraq zaman keçib deyə, keçmişə rahat təhlil eləmək olur axı. Bəzi adam sual verir ki, o Peyğəmbər kimi şəxsiyyət, Həzrət Əli kimi şəxsiyyətdə adam necə əks çıxa bilər? Məsələ budur ki, bunlar Peyğəmbəri necə təsəvvür edirlər ki, bir nur içərisində bir varlıq, nə bilim, nuru gəldi, üzü görsə. Xeyr, elə deyil. Peyğəmbər də, İmam Əli də, digər imamlar da, onlar adi, sadə bir adam olublar. Hətta deyirlər ki, bir məclisə girərdim, Peyğəmbəri şəxsən tanımasaydım, bilməzdim ki, cəmaatın arasında elə qarışırdı ki, yəni sadədən sadə yaşayırdı. Nə bilim, Əli əleyhissalamın gözü ağrıyırdı, fəsil dəyişəndə problemi var idi, Peyğəmbərimizin ayağında yel var idi, məsəl üçün. Bu cür nə problemləri olurdu, onda uşağı olurdu, xəstələnirdi, ölürdü, normaldır. Elə böyüklük ondadır ki, uca bir məqamın yiyəsi ola-ola, gəlib düşəsən aşağı, bu seyr-i suluk var ha, bu 4 mərtəbə. Birinci mərtəbəsinin ki, adı şəriət deyirlər ona, hansı ki, xəlqdən həqqə seyir, xəlqdən həqqə doğru seyir. Orada artıq bu şəriət məsələlərindən çıxıb üzü yuxarı gedirsən. Gəlirsən ikinci mərtəbəyə ki, ona deyərlər təriqət, o nədir? O, haqqın özündə, haqqla bir yerdə heyrət məqamıdır.
Allahda fani olursan da burada nə qədər sözlər deyiblər, ənəl haq da deyiblər, filan da deyiblər, nə deyirsən deyiblər. İndi üçüncü mərhələ odur ki, üçüncü mərhələ həqdən xəlqə seyirdir. O risalət daşıyırsan, o mərifətdir ki, yuxarıdasan özün, amma aşağıya əmr eləyirsən ki, bunu belə eləsinlər, bunu elə eləsinlər, belə eləyin, elə eləyin. Amma ən sonuncu imamət məqamıdır. Risalətdən də yuxarı imamət məqamıdır ki, dördüncü məqam ki, ona həqiqət məqamı deyirlər ki, xəlqin içərisində həqlə. Birincisi o idi ki, xalqdan haqqa. İkinci o idi, haqqın içində haqlə. Üçüncüsü o idi ki, haqdan xalqa. Dördüncü, sonuncu məqam odur ki, xalqin içərisində haqlə. O haqqı da götürürsən, gəlirsən cəmaatın arasına, bəli, orada daşda daşıyırsan, nə bilim, bazara da gedirsən. Ki, xalqla bir yerdə haqqa doğru bax, məsələ odur ki, gəlirsən aşağı ki, onları götürüb aparasan. Ona görə bu cür insanlar üçün, bu cür adamlar insanlar üçün adiləşirdilər. Onlarda olan o kəraməti, onlarda olan o fəziləti hələm-hələm adam görə bilmirdi. O məsələ bu idi. Halbuki, hətta möcüzə göstərən o peyğəmbərlər olub. Həzrəti Musa yorulmuşdu bunlara möcüzə göstərmək. Nə qədər möcüzə göstərərlər, bunlara başlayırlar sapmağa. Bunlar belə bir ayağı qaçır o yana. Çünki möcüzə olar, nə bilim, 1 ildən 1, 3 ildən 1, 5 ildən 1, 10 ildən 1. Amma dünya tələbatı mütəmadidir deyə bunları çəkirlər. Bunlara göydən, nə bilim, manlı gəlir, ondan sonra bildirçin gəlir filan. Bunlar üçün o qədər adiləşir bu şey üçün. Nə bilim, sərімsaq istəyirlər, mərci istəyirlər, qreçka istəyirlər, cürbüzgü. Baxırsan ki, bu nə olan şeydir, adama qəribə gəlir. Amma işin içərisinə girəndə görürsən ki, hələ doğrudan da bu insan psixologiyasında bu şey var da. İnsana bir adam yaxşılıq eləyir. Mütəmadi olaraq eləyir. Sonra biraz keçəndən sonra o insan elə bir ki, bu bunu eləməlidir. Belə də olmalıdır. Qəribə bir şey, bu belə də olmalıdır. İndi sabah eləyə bilməyəndə və yaxud da eləyə bilir, saxlayır bu işi, çevrilir düşmənə. Bu insan psixologiyasında bu şey var. Evet. Və baxışlar düz olmayanda, onda gəlir, çıxır bir nə məsələ, gəlir o Qədirxumda beyət eləyənlər beyətini pozurlar. Sonra gəlir bir dənə məqam gəlir, çıxır ki, Kərbəla hadisəsi baş verir. Kərbəla hadisəsi baş verəndə imamı çağıran küfəllər idi. Bugün də biz imamı çağırırıq. Və durub deyərsən ki, ya çağıran küfəllər hamısı imama düşməkdir. Xeyr, elə şey yox idi. Ancaq o vilayət məsələsi var. O imamətin həqiqətini bilmirdilər onlar. Fikirləşirdilər ki, məsəl üçün, indi burada Numan ibn Beşir, o da Maviyan kadr idi. Oturmuşdu köhnədən oradaydı, hamını da tanıyırdı. Bunlar üçün köhnəlmişdi. Fikirləşirdilər ki, yəqin imam gəlsə yaxşı olar. Ki, daha bu Peyğəmbər balasıdır, Əli əleyhissalamın oğludur, bu yaxşı olar. O cürünə çağırırdılar. Yoxsa həqiqətən o içdən yanma var, bəyaxtıdır ya. Ən fəzilətli ibadət fərəci, gözlər intizarı fərəcdir. Burada şəxsi mənafeyini qoyursan bir qırağa. Həqiqətin özünə aşiq olursan, haqqın özünə aşiq olursan. Bu da çox ağır məsələdir. Hər adam üçün deyil bu. Hacı, mən üzr istəyirəm. İslah məsələsi, indi o intizarı gözləmək məsələsində əsas missiya insanın özünü islah etməkdir. Məsələn, İmam Hüseyn əleyhissalamın hadisəsində küfəlilər İmam Hüseynlə imtihan olundular, yoxsa Müslimlə imtihan olundular? Yəni inşallah. Yəni məsələn, çox gözəl sualdır. Mən elə bilirəm ki, məsələn İmam Hüseyn Küfəyə daxil olsaydı, Küfədə bir dəyişiklik olar. Yəni insanlar mütləq imama qovuşardılar, ya onun arxasında dayanardılar, ya amma imamı qoymadılar. İmam isə öz yerində Müslimi göndərdi. İndi küfəlilər əsas etibarilə kimlə imtihan olundular? O məsələ. Onu inşallah ki,
qayıdarıq. Amma bir dənə bu məsələnin tamamını çataq. Elə bil ki, Kufəlilər imam çağırırlar. Həqiqətən çağıranlar çox azdır. O biri tərəf ki var, imamı çox istəyirlər. Amma ki, rifah dövründə salamatçılıqdır. Nüman ibn Bəşir oturub orada, o çıxıb gedəcək, İmam Hüseyn gələcək. Yox, bu işin qarşılığında döyüşmək var, can vermək var, mal vermək var filan. Yox, mənim o tərəflərdə işim yoxdur. Gəlsin, padşahlıq eləsin, biz də ona rəiyyət olaq, belə bıcır nə olmur məsələ. Amma bu imtihanı İmam Hüseyn əleyhissalam başa salır ki, bu şəxsiyyətə pərəstiş demək deyil. Bu, həqiqəti sevməkdən irəli gələn şeydir. Siz məni qəbul eləmirsiniz. Fərqi nədir? Məni qəbul eləyən, mənim sözümü qəbul eləmir. Nümayəndəmi qəbul eləmir. Əlbəttə ki, Müslüm ki, getdi. Bəs ona görə deyirəm ki, o Kərbəla hadisəsini başa düşməyən zuhuru anlamayacaq. Bugün imam qeybdədir. Sözü yoxdur. Şəriət onun sözüdür. Quran özü deyil. Quran onun özü deyil. Məgər biz şəriətə, Qurana necə var hələ əməl eləyirik ki, ya, indi özünü gözləyək. O adam gözləyər onu ki, və bir də onu gözləmək, yenə deyirəm, o şəxsin mənfəət üçün deyil gözləmək. Burada Kərbəla hadisəsinə ağlamaq var. Niyə görə mühümdür, əhəmiyyətlidir o ağlamaq? Deyir, bir damla göz yaşıdır, cəhənnəmin odunu söndürər. Niyə? Bu ağlamaqdan nə var ki? Səbəb nədir? Niyə görə Peyğəmbərimiz deyir ki, mənim övladım Hüseynin məhəbbəti möminlərin qəlbində bir atəşdir ki, la təbrudu əbəda. Niyə görə heç vaxt sönməz? Çünki o göz yaşı ictimai ağlamaqdır. Mənə nəsə toxunub, mən məzlum olmuşam, xətrimə deyiblər, oturma ağlayım özüm üçün. Bu deyil. Bu ağlamaq insanın qəlbinə biraz da qəm gətirər. Amma İmam Hüseyn üçün ağlamaq başqasının halına ağlaya bilməkdir. Həqiqətən də özü də başqası, hansı başqası? O başqa ki, sənin islah olmağın üçün. Sənin hidayət olmağın üçün hər şeyini qurban verir. Ay nə bilim, Allah yolunda qurban verir. Başa düşdük. Allah hardadır ki, Allahın nəyə ehtiyacı var idi Əli Əsqərin qanına? O nə deməkdir Allah yolunda? Yəni Allahın dini də bəşəriyyət üçündür, insanlar üçündür. İmam Hüseyn əleyhissalam insanların hidayəti üçün balalarını qurban verib. Nəinki Allahın ehtiyacı var idi bu qana, yox. Və onun yanında qurban gedənlərsə İmam Hüseynin yolunda gedir. Yəni bu vasitə ilə olur. Bəli. Birbaşa Allah yolunda, la ilahə illallah yolunda kim gedib ki, orada qurban? İmam Hüseyn dinin yolunda qurban gedir. Yanındakilər isə İmam Hüseynin yolunda qurban gedir. Bunu anlamaq lazımdır, bunu başa düşmək lazımdır və həmən xəttə düşüb İmam zaman intizarında olmaq lazımdır. Çox gözəl. Və bu imtahanda, o süzgən imtahanda, bəli, əlbəttə Müslümin gəlməyi imtihan idi ki, bu günləri İmam zamanın Müslümləri kimdir? Ümumi naiblərdir də. Sən o naiblərə qarşı münasibətin necədirsə, bu ilə özünü bildirirsən ki, sən Kufəlisən, yoxsa haralsan. Bu cürlə bilinir. Çox gözəl. Hacı geniş izah verdiniz, çox belə dəqiq yerinə oturdu. İndi istəyirəm öz şeirlərinizdən həmişə orada burada görürəm də verilişlərinizi izləyirəm, layihələrinizi izləyirəm. Həm Füzuliyə baxış, həm də digər layihələrdə adətən öz şeirlərindən çox az istifadə edirsən. Bəlkə də heç eləmirsən. Amma istəyirəm ki, öz şeirlərinizdən biz... Öz şeirlərimdən inşallah deyərəm. Amma deməmişdən əvvəl ümumiyyətlə bir irfan ədəbiyyatında həsrət, intizar dolu şeirlər İmam Zaman həsrətində yazılan şeirlərdir ki,
çox şairlər üzü Nəsimidən bu yana, Nəsimidən üzü bu yana isə Xətaisi, istər Füzulisi, Seyid Əzmi, Sabiri. Nə qədər ki, intizar dolu şeirlər var, həsrət dolu şeirlər var. Yenə deyirəm, müəllifdən çox şey asıdır da. Yəni, müəllif əgər doğrudan bu əqidənin adamıdırsa, İrfan ədəbiyyatında həsrət, intizar dolu şeirlər İmam Zaman intizarında yazılır. Bunlar iki hissədən ibarətdir. Biri açıq aşkar bildirir ki, mən kimi gözləyirəm. Mən bir dənə o haqda bir dənə qəzəl deyərəm. Açıq aşkar biləcəksən ki, bu kimdir? Məsəl üçün, yəni deyirəm, mən başqa şairlərdən də deyərdim, ancaq bu dəfə şərt kəsdik ki, öz şeirlərindən deyəcəyəm. Bir nə müddətdir fərağından sənin mən intizarəm, gəl. Təhəmmül yox dəxi hicranə təndə, indi zarəm, gəl. Aramım yoxdur hicründən sənin ey leyli vəşyarım. Diyari eşqidə məcnunə bənzər biqərarəm, gəl. Görüm ta gül üzün tapsın bu qan olmuş, dilim aram. Gözüm canım, cigər paran, dil əfruzum, dilarəm, gəl. Süvar ol düldülə, yet dada əldə zülfüqar ilən. Bilindi də söhbət nədən gedir? Süvar ol düldülə, yet dada əldə zülfüqar ilə. Çıxar nurlu səbaha bizləri, ey zülfüqarəm, gəl. Zülfüqarəm. Zülfüqarla, zülfüqarəni o cinasdır da. Əzəldən məqsədim olmuş yolunda can nisar etmək. Fəda edin. Məni məyus qılma, çün sənə ümidvarəm. Gəl. Könüldən niskilim vardır. Məni bu dərd həlak eylər. Təbibim sənsən ey dilbər, fəqət vəslündür çarəm. Gəl. Səni görmək xəyal eylə, neçə aləm keçib azər, fəna mülkündə də indi həmən qəsd ilə varəm, gəl. Burada məsəl üçün açıq aşkar hiss olunur nə var nə yox. Bu cür nə şeirlərimiz çoxdur, şairlərimiz bu haqda, ya keçmiş şairlər, ya bugünün şairləri kifayət qədər gözəl əsərlər yazırlar. Amma hərə öz tutumu qədər, hərə öz təbii ki, ümumiyyətlə qədər yazır. Məsələn, hər şair yanığı mən hiss elədim sizin şeirinizdə. Hər şair bir dənə güldür, hər gülün də özünün məxsus bir dənə ətri var. Yəni bu hər şair özünün öz hissiyatını qoya bilirsə şeirdə. Mən məsəl üçün bir dənə şeir oxuyaram ki, burada konkret ad çəkilmir. Və hər kəs də baxıb öz sevdiyini, öz tanıdığını və s. də bu cürünə fikirləşə bilər. Amma əl-mə'na fil-bətni şair özü bilir də nədən yazıb. Amma şairi tanısaq dərindən, onun fəaliyyətindən. Bəli, o heç, o başqa şeydir. Amma oxucu oxuyanda bu özü üçün oxuyur da. Şeirin əvvəli budur ki, deyir, məni incitmə amandır, sənə qurban mən olum. Halım onsuz da yamandır, sənə qurban mən olum. Günəşi həsrət rüxsarın edib divanə. Sənin üzvün həsrəti günəşi dəli eləyib. Niyə dəli olub? Deyəcəm. Deyir, günəşi həsrət rüxsarın edib divanə. Səni görmək həvəsi ilə varır hər bir yana. Və günəş bütün günü fırlanır, səni axtarır. Maraqlı yanaşmadır. Günəşi həsrət rüxsarın edib divanə. Səni görməkdən ötür, hey varır hər bir yana. Mən də döndüm bu təmənna ilə sərgərdanə. Neçə müddətli zamandır, sənə qurban mən olum. Məni incitmə amandır, sənə qurban mən olum. Mən də günəş kimi elə dönürəm səni axtarır.
Nakşivi istədi nəqqaş çəkə. Sən Nakşivi nəqqaş çəkmək istədi. Nakşivi istədi nəqqaş çəkə, mah çəkib. Ay çəkdi. Yetişən vaxtıda qaşlarına bir ah çəkib. Qaş mədd işarəsinə oxşuyur, uzadır da. Nakşivi istədi nəqqaş çəkən mahı çəkib. Yetişən vaxtıda qaşlarına bir ah çəkib. Hicrivi ayrılığı tul verib, uzadıb. Vəslivi kutah çəkib. Qovuşmaqsa qısa çəkib. Hicrivi tul verib, vəslivi kutah çəkib. Bu da bir sirri nihandı, sənə qurban mən olum. Məni incitmə, amandı, sənə qurban mən olum. Döndüm üftadəyə mən. Kim tərəfindən görəsən? İftadə yəni düşmüş də, yıxılmış. Döndüm üftadəyə mən, kim tərəfindən görəsən? Oldum avara nədən, kim tərəfindən görəsən? Söylə bari mənə sən, kim tərəfindən görəsən? Qəlbivi böylə talandı, sənə qurban mən olum. Məni incitmə, amandı, sənə qurban mən olum. Tez ikən soldu budağında gülüm onsuz da. Burada qoşa qafiyə ilə, budağla da tutmuşam qafiyəni güllə. İndi bax, tez ikən soldu budağında gülüm onsuz da. Dolanıb gəzdi sorağında dilim onsuz da. Budağında gülüm, sorağında dilim. Tez ikən soldu budağımda gülüm onsuz da, dolanıb gəzdi sorağında dilim onsuz da, gəl mənə vermə fərağında zülüm onsuz da, gözümün yaşı rəvandı, sənə qurban mən olum. Məni incitmə, amandı, sənə qurban mən olum. İki dünyanı yığıb mən salaram öz sözümə. Eşq bazarını küllən alaram öz sözümə. Varam öz əhdimə, sadiq qalaram öz sözümə, deyirəm gör bir açandı, sənə qurban mən olum. Məni incitmə, amandı, sənə qurban mən olum. Vaxtı ki, aşiq və məşuqa xuda göz verdi. Sən tərəfdən gözəlim, qəlbimə qəm üz verdi. Hərə öz yarına bir vəd elədi, söz verdi, bu olub könlümün andı. Sənə qurban mən olum, məni incitmə, amandı, sənə qurban mən olum. Azar-izar əgər cümlə cəhani gəzdi, neçə sərv-i qədi həm mahləqani gəzdi. Hur-i qılmanı görüb, bağ-ı cinani gəzdi, gəldi bu sözdə diyandı. Sənə qurban mən olum, məni incitmə, amandı, sənə qurban mən olum. Yəni burada konkret ad çəkilmir. Axırıncı beytdə yəni bütün cənnəti, bütün bağı gəzdim, amma onlar sən deyilsən də. Necə ki, mən demirəm, bu neydən qaynaqları, necə ki, Əbəlfəzl Abbas deyir ki, mən sənə baxıram da cənnəti neynirəm. Həmən məsələdir. Ümumiyyətlə, bu cür yazılar, bu cür şeirlər çoxdur. Nə qədər, yəni, desən, klassik ədəbiyyatda var. Mən məsələ o şeirləri demək istəyirəm ki, orada konkret ad çəkilmir. Amma ona işarədir. İmam Zaman işarə. Mən bir dənə şeir deyərəm, ancaq o iddiada deyirəm, mən kimsə görmüşəm filan. Amma bəlkə yuxu görmüşəm, bəlkə xəyalını görmüşəm. Sən yarımın qasidisən, əylən sənə çay demişəm. O barədə və bunun gedişi, bu qəzəldir, qəzəl olmağına. Gedişatı da bəlidir ki, daxili qafiyələrləndir. Səcc deyərlər də, daxili qafiyələrlə. Biraz, yəni, yazılışı çətindir. Amma indi bitər eləmişəm də. Dünən gördüm birin afət, nə afət. Dedim, sorram dilin fürsət, nə fürsət. Söz ağzımdan çar çıxmaz yox oldu. Qocaydım kaş belin həsrət nə həsrət. Bu nə deməkdir? Ümumiyyətlə bir dəhən, bir də bel.
Bəli. İrfan ədəbiyyatında o hikmətə işarədir. Hmm. Əlşir Nəvai rəhmətli deyir ki, deyir beyli-ü ağzun, o Özbək izadında Bəli. beyli-ü ağzun, belindən ağzı, beyli-ü ağzun görməzcə kim pünhan olur. Bəs bunu qucmaq, onu öpmək haçan imkan olur. Həmən o zada aiddir. Dünən gördüm birinin afətinə afət, dedim soruram dilim fürsət nə fürsət, söz ağzından çıxar çıxmaz yox oldu. Qoca idim kaş belin həsrətinə həsrət. Bu həmən o hikmət aləminə yetişib oradan bəhrələnməyə deyirlər. Gözü qapqaradır, surət nə surət. Özü məhparədir, qamət nə qamət. Giriftar olmamaq mümkün deyildir, görən biçarədir. Halət nə halət. Düşüb göz bir gülə, xilqət nə xilqət. Dönüb dil bülbülə, möhnət nə möhnət. Mənə salsan nəzər halım bilərdi, yox heç şərhi dilə hacət. Nə hacət? Füzuldə var deyir, mən nə hacət ki qılım şərhuna hali dilimi. Qam hali dilimi yar bilibdir, bilirəm. Yarı əğyar bilibdir ki mənə yar olmaz. Mən də xəyani ki əğyar bilibdir, bilirəm. O məqama düşəndə əslində Bəli. belə normal halda deyir ağız aç. Hə, Amma o məqam Gerçi canandan dili şeyda üçün kam istərəm. Sorsa canan bilməzəm kami dili şeyda nədir öyle sərməstim ki idrak etməzəm dünyanı. Həmən məsələ. Elə bir yavrudur ülfət nə ülfət. Nə xoş rəftarıdır. Xislət nə xislət. Sənin xəllaqıva qurban olum mən. O nə memarıdır. Qudrət nə qudrət. Mənə et bir dəvi. Dəvalədə çarə elə mənə. Mənə et bir dəvi. İllət nə illət. Xəstəlik. Deyir, mənə et bir dəvi. İllət nə illət. Qəmim məndən qavi. Zillət nə zillət. Məndən güclüdür qəmim. Mənə et bir dəvi. İllət nə illət. Qəmim məndən qavi. Zillət nə zillət. Sənin hücründə məhv oldu, dağıldı, tamam könlüm evi. Firqət nə firqət. Görən vaxtı səni, saat nə saat. Deyirdim ki, yəni qismət nə qismət. Demə ömrü vüsalın az olurmuş. Tamam sardı məni, dəhşət nə dəhşət. Tutub dövri bərim. Tutub dövri bərim. Mən bütün ətrafımı tutub nə? Dövlət nə dövlət? Dövlət tutub atır. Dövlət nədir? Tutub dövri bərim. Dövlət nə dövlət? Mənim dərdi sərim. Heyət nə heyət? İnsanın dərdi səri onun dövlətidir. Toq zənciri cünun dairəyi dövlətdir. Nə var ki, məni ondan çıxara zəfi tənim füzulli. Tutub dövri bərim dövlət nə dövlət, mənim dərdi sərim heyət nə heyət, əgər səndən gəlirsə qəm mənim üçün, olar ey sərvərim, rəhmət, nə rəhmət. Dil açdı, söz dedi, söhbət nə söhbət. Bal idi, kim yedi, şərbət nə şərbət. Nə söz söhbət idi, nə bal, nə şərbət, o bir aləm idi. Hikmət, nə hikmət. Qəm istə qəm gəlir. Şiddət nə şiddət. Göyə səs yüksəlir. Hiddət nə hiddət. Gedib naəhlidən sorma bu keyfi. Fəqət azər bilir. Ləzzət nə ləzzət. Buradan da bu cürlə nə gözəl. Yazıdan məqsəd budur. İndi ola bilər, indi zahirdə nə görsənər, nə çıxar, tamam. Başqa bir şey. Amma İmam Zaman əleyhissalama həsr olunmuş şeirdir. Əlbəttə ki, ümumiyyətlə şeiri gərək əvvəlcə müəllif özü açıqlasın ki, onu nə üçün yazıb. Əsl məqsəd əslində müəllif bilir, əsl mənanı müəllif bilir. Müəllifin də ifadəsində, ifasında daha yaxşı çıxır o şeir. Bilmirəm, razılaşarsınız məndən, yoxsa yox, daha doğma çıxır. Hə, indi baxır hələ şair var ki, şeirini heç deyə bilmir.
Hə, əlbəttə o indi O da var hamısı da. mən istisnaları demirəm, amma belə, ya hər halda o yazan özü bilir də bu nəyə yazıb, nə üçün yazıb. Təbii ki, o özü bilir bunu nədir, nədir. Həqiqətini bu bilir. Amma ki, indi məsəl üçün Füzuli yazıb, qoyub, gedib, özü də müəyyən şeyləri qeyd eləyib. O dibacəsində deyir, mən zamanımızda ariflər də var, aşiqlər də var. Mən özüm elə yazdım ki, zahirindən aşiqlər, batinindən ariflər zövq alsın filan. Yəni konkret ad çəkmir də. Dəhanın dərdimə dərman dedilər cananın, bildilər dərdimi yoxdur dedilər dərmanın. Gəl vaxtı kimə yazıb, nə üçün yazıb, nə yazıb. O gərək özün axtarasan, zaten kim nə üçün yazırsa yazsın, oxuyanda onsuz da öz axtardığını axtarır. Məsəl var, deyirsən nə çalsın da mən heyva gülü ilə oynayacaq mənə deyir. Elədir. Ümumiyyətlə bizim klassik ədəbiyyatımızda həsrət şeirləri, o intizar şeirləri çox şairlər müraciət ediblər bu mövzuya, yoxsa elə azdır? Azərbaycan ədəbiyyatında elə hardasa bu dildə yazılar kimdən başlayır? Həsənoğludan başlayır. Nəsimidən başlayır. Ta gəlir Füzulidə artıq təkmilləşir. Bu günə qədər Füzuli nə edibsə onun üstündə gedir bu məsələ. O vaxta qədər biraz fərqli formalarda olub, ancaq ki olub. Və bizdə əzəl günündən bu klassik ədəbiyyatımızda İmam Zaman intizarı fərəc həmişə qeyd olunub, həmişə bildirilib. Çox gözəl. Axund, təəssüflər olsun, bizim vaxtımız bitdi, amma o qədər şirin idi ki, o qədər ləzzətli idi ki, heç bilmədik nə vaxt bitdi, nə vaxt qurtardı. Amma inşallah ki, biz yenidən səni görəcəyik burada. İnşallah. Və sənin şeirlərini, sənin öz dilindən dinləyərik. Təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ olun. Sağ olun. Allaha əmanət olun. Bir daha bayramımız mübarək olsun.